Digər bir hədisdə Peyğəmbər əleyhissalamın mübarək kəlamıdır. O həzrət özü buyurur, deyir, mən meyraca yüksələrkən uca Allahdan mənə belə bir nida gəldi. Ey Əhməd, Allahümmə salli əla Muhammed və ali Muhammed. Bilirsənmi, bəndəm nə vaxt mənə yaxın olur? Deyir, mən dedim ki, ya Rəbbəl aləmin, xeyr. Allahdan mənə belə bir səda gəldi ki, ac və səcdədə olduğu zaman. Ac sözündə məqsəd orucluqdur. Hədisi təhlil eləyən alimlərimizin gəldi ki, qənaət budur ki, heç də bir adamın ac-acına gəzməsi mənasında deyil. Ac sözündə məqsəd orucluqdur. Deməli, Meyrac hədisidir bu hədis. Meyracda Peyğəmbərimizə, uca Rəbbimizlə Peyğəmbərimiz arasında olan dialoqda uca Rəbbimiz Peyğəmbərə sual verir. Bilirsən, deyir ki, xeyr. Mənə ən yaxın olan an bəndənin oruç tutduğu və səcdədə olduğu andır. Bu xüsusiyyət kəsb edir. Digər bir hədisdə, hədis-i qudsudur, məşhur bir hədisdir. Orucluq mənimdir, onun mükafatını özüm verəcəyəm. Bu hədis çox məşhur bir hədisdir. Hədisin mətnində müxtəlif nəql formaları var. Təhlilə keçməyək. Elə bu kifayət eləyir ki, uca Allah, orucluq mənə məxsusdur, onun mükafatını mən özüm ödəyəcəyəm. Heç bir əməli, orucluq istisna, uca Rəbbimiz onun mükafatını mən ödəyəcəyəm deyə buyurmayıb. Yeganə əməl orucluq ayıdır ki, uca Rəbbimiz məhz bu ayın oruç tutanına deyir, mükafatı şəxsən özüm ödəyəcəyəm. Bu nəyə bənzəyir? Təsəvvür edin ki, məsələn, aramızda birimiz yüksək mükafata layiq görülüb. Bir var, o mükafatı bizə ümumi şəkildə kimsə gətirib təqdim edə, bir də var ki, o mükafat bizə ali səviyyədə olan bir şəxs tərəfindən təqdim edilə. Sadə şəkildə belə təhlil edə bilərik. Deməli, oruç tutanlar qiyamətin günündə xüsusi səhvlərlə gələrlər məhşərə. Həmin şəxslərə uca Rəbbimizin özü şəxsən mükafatı təqdim edər. Formu ilə işimiz yoxdur. Necə təqdim edər, onu biz dərk eləmərik. Biz məsumun dediyi hədisdən çıxış edərək bu sözü deyirik. Necə ki, alimlərimiz deyib. Uca Rəbbimiz mükafatı təqdim etdikdən sonra Peyğəmbərimizin hədisinə görə cənnətin Rəyyan adında bir qapısı var. Ancaq və ancaq oradan oruç tutanlar cənnətə daxil olarlar.